Son 35-40 il ərzində 2 dəfə böyük bir müharibə döyüşdü. Birinci Qarabağ döyüşləri və ikinci Qarabağ döyüşləri. Birinci Qarabağ döyüşləri zamanı bizim ərazi vahidimizdən 4 nəfər şəhid olmuşdu. İkinci Qarabağ döyüşləri zamanı 2 nəfər şəhid olmuşdu. Birinci Qarabağ döyüşləri zamanı şəhidlərimizdən biri Ənnağı Bilal Əlağaoğlu. Ənnağı Bilal Əlağaoğlu adına Qasımbəyli kənd tam orta məktəbi Ənnağı Bilal Əlağaoğlu'nun adını daşıdı. Bizim ərazi vahidliyimizdən ikinci şəhid Daşdev Maqsud Xankişioğlu. Daşdev Maqsud Xankişioğlu Muradbəyli kənd tam orta məktəbi Daşdev Maqsud Xankişioğlu'nun adını daşıdı. Bizim ərazi vahidliyimizdən olan ikinci şəhid Hüseynov Murad Tehmiroğlu'dur. Əskərbəli kənd tam orta məktəbi şəhidimizin adını daşıdı. Həmçinin Seydvəli qəbristanlığına dəfn edilmişdir. Dördüncü şəhidimiz Qasımbəyli kəndindən olan Quliyev Rəhim Ələddinoğlu. Qasımbəyli kənd xəstəxanası həmin şəhidimizin adını daşıdı. İkinci Qarabağ döyüşləri zamanı bizim ərazimizdən 2 nəfər şəhid olmuşdu. Bir, Musayev Bayram Mehmanoğlu Yuxarı Axtaçı kəndində dəfn edilmişdi. İkinci şəhidimiz Ənnağı Babək Oqtayoğlu. Ənnağı Babək Oqtayoğlu 1994-cü ildə Qasımbəyli kəndindən adlandırılmışdı. Yaxınlarına səbirləşdirirəm. Allah sizin ölənlərinizə rəhmət eləsin. Bütün şəhidlərimizə Allahdan rəhmət eləsin. Şəhid anamızı, gələn qonaqları, məktəbləri, cəmaatı salamlayıram. Allah Babək balamızın ruhunu şad etsin. Onun timsalına bütün şəhid vallarımızın ruhunu şad etsin. Allah qazilərimizə can sağlığı versin. Oqtay qardaşımızın canını sağ eləsin. Şəhidimizin anasını Allah rəhmət etsin. Şəhidimizin qalan o 2 gül balasını Oqtay qardaşımıza Allah ömür versin ki, onları böyük başa gətirib toyun eləsin. Allah bir daha ölkəmizə, millətimizə, dövlətimizə müharibə qismət eləməsin. Allah keçimiz çəkən ordumuzu qorusun. Müharibə çətindir, müharibə ağır acıdır, müharibə ilgidir. O da bizim payımıza düşdük. Şəhid analarını, şəhid atalarını bəli, zülümlə böyüdüb, boya başa çatdığı balasını itirmək, çətin, ağır deyil. Amma qürur yerir. Bəlkə gələcək nəsillər yetişirsiniz. Allah sizləri var eləsin. Allah dövlətimizi, bayrağımızı, prezidentimizi qorusun. Çox sağ olun. Cənnətdəki doğulcudur. Cənnəti mübarək deyirəm. Babək. Bəli, bugün onun anası yoxdur. Mən həmişə bu söz deyirəm, deyirəm, mən şəhidlər anasıyam. Mən bugün Babəkin anası kimi. Allah anasına rəhmət eləsin. Kaş bizlər də uyuyorduk. Bala dərdi ağır. Qəbrin olsun, ananında baladır. Onlar ikisi də cənnətdədir. Cənnətləri, məkanları cənnət olsun, ruhları şad olsun, imamlara qonaq olsunlar, hər ikisi. Oqtay qardaş, Allah səhədə bol səbir bilirsin, özün bilirsin ki, o balalara arxa kömək olsun. Hər birinizi salamlayıram, qardaşımızdan, məktəb şəhidlərimizə rəhmət eləsin inşallah. Məkanları onsuz da cənnətdir, məqamları olsun, valideynlərinə, təsir edənlərinə, əzizlərinə və Allah səbir versin. Mənim olub, çox danışmalar. Bilirsiniz ki, bu qəhrəmanlar, elə bir qəhrəmanlar göstərirlər ki, saatlarla, günlərlə də danışdım. Sözlük sarmaz, bitməz. Allah onların ruhun bizə duası qərar versin. Çünki dünya elə bir dünyadır ki, həqiqətən də həmişə necə deyim, heç vaxt o nə Allah tərəfindən, nə Peyğəmbərlər, nə imamlar tərəfindən təriflənmir. Yəni, sadəcə bir sınaq bir yeridir. Bugün varıq, sabah yoxuq. Allah bizi heç olmasa bu dünyadan keçənlər, zat keçənlər və bunların, bu insanların, bu işçilərin, bu qəhrəmanların yanlarında bizi uzuqar eləməsin inşallah. Allah sizə səbir versin, Allah anasına da rəhmət eləsin, cəmi ölənlərlə bağlam, cəmi dünyasında yaşayanlarla bağlam və əminəm ki, inşallah anası da elə Babəkimizin yanındadır, o məqamdadır. Allah məqamları qubul eləsin, o gül balalar çıxalır. Onların toyun sizlərə görməyi nəsib eləsin. İnşallah ki, qismət olarsa biz də iştirak edərik inşallah. Çox
sağ olun. Hər birinizin gələn ayaqları var. Mən də şəhid ailələri başda olmaqla hamımızı salamlayıram. Allah'tan hamımızdan razıyam. Bu günləri bildiyimiz kimi Babək qalamızın doğum günüdür. Qardaşım Oktay'a Allah'tan səbir dilirik. Allah bütün şəhid balalarımızın məşəli cənnət eləsin. Allah dövlətimizi qorusun, dövlətlərimizin də bayraqlar içində həmişə uca eləsin. Biz yaşayan o günü bir daha mən heç bir ata-anaya arzulamıyorum. Yəni görməsin. Silahı aldı, neçəsi düşmənin bağrını yardı. 44 gün sürüb tarixi yazdı, tarixi yazanlar oldular şəhid. Gör neçə analar hər gün ağladı, başına qapqara örpək bağladı. O şəhid oğlunun yasını saxladı, heç sizi unudarım analar şəhid. Haqq hesab günüdür dedi igidlər, Cənnət Qarabağda bizim şəhidlər. Silaha sarılıb vətən dedilər, vətənin uğrunda oldular şəhid. Qələbə gününü dartdılar bizə, borcludur bu millət bir ömür sizə. Müjdə ver Polada həm mübarizə, igidlər torpağı aldılar şəhid. Düşmən qıydı bu canıma, həsrət qaldım bacılarıma. Ana gəlirəm yanına, ata apar mən anama. Həsrət qaldım bacılarıma, doymadım mən yarıma. Bir cüt körpə qızlarıma, ata apar mən anama. Güllə dəyəndə canıma, baxdım sağıma soluma. Ana sən düşdün yadıma, ata apar mən anama. Aldız qələbə sorağın, heç ürəyinizi sıxmayın. Babək deyib ağlamayın, bayram deyib ağlamayın. Ümidlə baxın sabaha, ata apar mən anama. Sönən deyil bu vətən, bu ocaq. Bu ocağı alışdıran meyit var. Yurt sevgisi sevgilərin şahıdır. Hər ürəkdə sevgilərin şahı var. Bir silah var hər biliyin üstündə. 1000 yara var bir küləyin üstündə. Əskərlər əl çəkibdir üstündən. Əskərlərin yanağının şehi var. Axan qanla çəkilibdir asarı. Əskər olub hər rəssamın yazarı. Hər ürəkdə bir şəhidin məzarı. Hər məzarda bir ananın ahı var. Şimşək olur hər yumruğu bu xalqın. Barıtlıdır hər qorxusu bu xalqın. Göydən də yoxdur qorxusu bu xalqın. Çünki göydə şəhidlərin ruhu var. Bağışla atacan, bağışla məni. Bu bayram təbrikə gələ bilmədim. Silib göz yaşını, öpüb əlini. Sənə hədiyyəni verə bilmədim. Bilirəm deyirsən hədiyyə nədir. Açaydın qapımı, girəydin oğul. Dünyanı versələr istəmirəm mən. Bir kəlmə təbriklər deyərdin oğul. Söylə darıxarmı nur özlü qızlarım. De ki uzaqlardan duyuram onları. De ki bağışlasın nur özlü qızlarım. Bu bayramda kutlasın doydum onları. Bacım deyilmi ki mənim qardaşım dünyanın ən böyük hədiyyəsiymiş. Deyirmi ömrümə gənim qardaşım bir quru nəfəsin mənə bəs imiş. Ağlama ey atam, ağlama bacım. Dəm yaşı yaraşmaz gürurlu gözə. Ağlama, ağlama ay mələk qızım. Zəfəri hədiyyə göndərdim sizə. Bu vətən, bu torpaq mənimdir deyib. Üstündə vüqarla gəldi şəhidlər. Əyninə qanından bir köynək geyib. Düşməni yolundan kəsdi şəhidlər. Təki vətənimiz düşməsin dara. Baxmayıb soyuğa, borana, qara. Cavab vermək üçün o azğınlara. Hər bir çətinliyə dözdü şəhidlər. Arzusu göylərə, yerə sığmayan. Araza sığmayan, kürə sığmayan. Nağıla, dastana, şeirə sığmayan. Ən ali müqəddəs sözdü şəhidlər. Torpaq götürməsin bu qanı qardaş. Gözlərimiz yoxdur, torpaq tökülə. Tellərimiz yoxdur, sığal çəkilə. Cəsədimiz yoxdur, kəfən bükülə. Biz necə oxşayaq yaranı qardaş. Torpaq götürməsin bu qanı qardaş. Döyüş başlayarkən vətən çağırdı. Hava qara buludlu, yağış yağırdı. Ailələ vidalaşıb getmək ağırdı. Getdi vətən
vətən uğrunda igid şəhidlər. Geriyə çönüb baxanda atamı gördüm. Arxamca tökən anamı gördüm. Yatarkən yuxumda balamı gördüm. Görmədi balasın igid şəhidlər. Düşməni məhv edib torpa qalanlar. Aldığı torpağa canın qoyanlar. Günlərlə puskuda susuz qalanlar. Yararaq puskunu məhv etdi şəhidlər. Torpaq həsrətindən çoxu qocaldı. Düşməni məhv edib Qarabağa aldı. Şəhidlik zirvəsinə onlar ucaldı. Ucaldı zirvəyə igid şəhidlər. Seyr etdi Məşhədi o Kərbəlanı. Yalvardı rəhm etsin xalqıma Tanrı. Udarıq döyüşdə biz bu dalanı. Deyərək yollandı döyüşə Babək. Xalqımız adını yaşasın gərək. Azanın səsilə yatardı Babək. Azanın səsilə durardı Babək. Son mənzilinə yollanan zaman namazı məsciddə qılardı Babək. Bir cüt qızlarını atasız qoyub vətən üçün canından keçəndi Babək. Füzuli uğrunda gedən döyüşdə şəhidlik adını qazandı Babək. Ay sağ olun. Mən şəhidəm, qan içindəyəm. Ölüm durub önümdə günahım kimi. Yıxılıb qalmışam səngər içində. Sahibsiz boş qalan silahım kimi. Mən şəhid olmuşam, ölməmişəm ki. Bu şərəfli ad verilir bizə. Şəhidlik əlvida zirvə sayılır. Həmin o zirvədən baxacam sizə. Siz də üzülməyin, mən üzülmürəm. Axı mən torpağı almışam deyə. Siz torpağın üstündə gəzəsiz deyə. Torpağın altında yatıram deyə. Mən öldüm, nə qaldı məndən geriyə. Bir məzarım qaldı, hər yanı daşlı. Tozlu çəkmələrim, qanlı paltarım. Bir cüt körpə qızım qaldı, yarım atam qaldı, gözləri yaşlı. Yenə canlar can ayrıldı. Şəhidim var Azərbaycan. Vətən sağ olsun deyən igidim var Azərbaycan. Bu torpağa qan tökmüşük, şəhid verib düz çəkmüşük. Sanmasınlar biz ölmüşük, igidim var Azərbaycan. Düşmən bizə oyun qurdu, viran etdi gözəl yurdu. Unutdular o bozqurdu, igidim var Azərbaycan. Bizə, obamıza, xalqımıza, xudaflardan qalan, gününə sonra falan, müharibə sardan falan daha görkədir. Elimizi, obamıza, millətimizi Allah bu müharibədə bizə ki qarşı nifaqları olanların öz başlarından Allah saxlasın. Allah bu körpə balalarımızı saxlasın. Allah bu millətə belə elmlərinə, savadlarına bərəkət versin. Bu işdə bu müəllimlərin tərbiyə şeyləri var, əməkləri var. Allah onlara kömək olsun. Onların da balalarını saxlasın. Necə eləmdi heç birimizə Allah qoymasın. Allah cəmiyyən Azərbaycan xalqının şəhidlərinə rəhmət eləsin. Onları Ağam Hüseynə bağışlasın. Allah hamısı cavan gedib. Bizim bir əsir boyu gedən torpaqlarımızı, bizim balalarımızı qaytardı. Biz Allah haqqı, şəxsən mən özüm fikirləşirdim ki, indi Babək məsələn gedib şəhid olub da, ki dedim ay Allah, heç olmasa torpaqlar geri qayıdıydı. Bir dənə təmkinnimiz onda olardı ki, üçümüzü torpaq geri qayıdardı da. O da oldu Allah'a. O da oldu. Allah'ın məsləhətinə şükür. 30 illik ləkə təmin Ama indi şey çıxmasa, Allah bu da qazidir. Allah ömrünü uzun eləsin. Cəmi qazilərimizi salamat eləsin. Bəzi nəsəz qazilərimiz var, Allah onlara şəfaat eləyiblər. Hamımıza minnətdarım. Kesin hamımıza minnətdarım. Allah sizin hamımızdan razı olsun. Rabbil alemin. Fatihatun as-salavat. Allah kabul. Allah kabul.